Değerli izleyiciler, hamını salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraşımız. Saqqalın yaşı 48 saata yaxındır. Yəni 2 sutka, 2 gün. Bugünkü deməli bizim tıraşımızın səbəbkarları olacaqlar. Artıq bəzilərini siz onları tanıyırsınız. Bir yenilik yoxdur. Öncədən deyim, belə bir fırça. Deməli Frank Shaving'dən olan artıq isti suya qaynar yox, isti suya salmışam ki biraz özünə su hoptursun. Sonra bu yaxınlarda mən Derby adlı belə bir krem əldə etmişdim. Artıq Ocean Breeze yox, Okeanos nə var idi məndə, Derby burada desən. Bu artıq amber kokusu, yəni amber scent belə bir Derby, elə də çox baha deyil. Krem görək özünü. Okeanos o kokusu olan o super idi, yəni çox xoşuma gəlmişdi. Ona görə bunu da aldım. Görək bu krem nə nəticə verəcək bizə. Sonrası yoldaşlar, belə bir tiyələr var idi. Təzə gəlmiş Orxan dostumuzun təşəbbüsü ilə əldə etdik. Çox sağ olsun ki bunları bizə imkan verdi, bugün sizə təqdim edək. Sonra artıq bundan öncəki videoda iştirak etmiş bu deməli Blackland müəssisəyə aid olan həmin bu tiyə artıq ikinci istifadədədir. Və bu dəfə isə o ki 2 günlükdür. Mən düşündüm ki daha məqsədə uyğun light deməli biltəni istifadə edək. Budur bizim üz qırxanımız. Light biltə ilə. Aftershave olaraq belə çox baha olmayan, deyilənlərə görə Rusiya istehsalı olan belə aftershave'dir. Traynoy Odikolon adlı. Yəni ki, deyilənlərə görə artıq buraxılmır bu. Amma gördüyünüz kimi mən tapdım. Aldım, çox maraqlı oldu. İşlətmişdim, kifayət qədər spirtli bir belə deyə aftershave losyondur. Çox belə müxtəlif bir üz qoruyucu içində olan kimyəvi hansı maddələrlə və xoşuma gəlir, bir sözlə pis deyil hələ də. Görək axırda necə göstərəcək, spirtlidir mən bildiyim qədər. Tıraş öncə Bruni Banani adlı artıq hamınız tanıdığınız bu preşev kimi istifadə elədim bu kremi. Qab olacaq sadə yağ. Deməli sizin gözünüzün önündə onun qapağını çıxardıram. Hazırdır. Və bir nə qədərsə məncə kifayətdir. Ağ rəngi deyil, nəysə belə krem rəngi var. Bilmirəm görsədə biləcəyim sizə yoxsa yox. Yaginin qabıdır. Budur. Götürürük bizim fırçamızı. Azca yox, içindəki bu suyu sıxırıq. Məncə bəsdir. İndi hopdururuq fırçaya bu kremi. Görək nə baş verir. Amber iyi var. Əgər Okeanos Breeze-də olan Derby-də, o da hardasa buralardadır. Göy xətti ilə olan, hələ buradadır. Okean Breeze-də budur. Okeanos esintisi, Əgər bunda qoxu yox belə bilinirdisə, artıq bu amberda gözə çarpan bir fərqli olar, nisbətən gözə çarpandır. İndi görək son nəticədə nə olur? Bu amberla olan Derby-də bu krem o Okeanos Breeze kimi özünü göstərəcək, yoxsa necə olacaq bilmirəm. Özümə maraqlıdır. Mən bir iştirakçını göstərmədim sizə. Tez zamanda biz bu
krem diyecekdim. Köpüğü ilə işimizi bitirək. Mən sizə tez bir zamanda bizim çox alındı yoldaşlar, məncə kifayətdir, amma yenə də biraz smetan halına gətirək. Məncə bəsdir. Budur növbəti, bu da Orxan yoldaşımız, dostumuz, bu islak tıraşda olan onun təşəbbüsü ilə əldə etmişəm. Deməli, çox təriflər deyir. Bunu balzam kimi, aftershave kimi, olive oil yazılıb, Apollon adlı nədirsə, elə bir brenddir, bilmirəm, birinci dəfədir görürəm. Amma bir dəfə artıq mən bunu istifadə etmişəm və pis deyil. Yəni, dərini sakitləşdirir. Hə, yox, azca mən üzümə su vurum, qaydıram. Hazırıq. Və başlayırıq üzümüzə köpüyü çəkmək. Çalışın danışmayayım, amma yenə də nəyisə danışıram. Bilmirəm. Mən videonu sürətə qoyuram, sonra sizə təqdim edəndə ki, vaxtınız az geçsin. Deməli, bu fırça Frank Shaving'dir. İndirimdə olduğu da aldım. Deməli, bu fırça ilə bağlı çox qəşəng, gülməli bir əhvalat durur arxasında. Deməli, mən sifariş verdim. Bu, deməli, silver tipdir. Yəni, hələ də ucuz deyil. Və mən işdə olan günlərdə gəldi çıxdı, deməli, bu fırça. Qızımdan xahiş elədim ki, biz qızım get götür. Zəhmət olmasa, o da getdi götürdü. Və əmin olmaq üçün ki, dəqiq mən istədiyim bu fırça gəlib ya yox, xahiş elədim qızımdan ki, bəs qızım, bağlamanı aç, şəkil çək. Bağlamanı aç, o şəkil çəkəndə görürəm, 2 fırça var, deməli, şəkildə. Heç biri, deməli, bu porsuq fırça deyil və silver tip deyil, yəni ki, o ən yaxçı zadından, qılından sayılan fırçadır. Yoxdur, sadəcə olaraq bir də sintetik bir dənə balaca belə necə deyim, oyuncaq kimi bir fırça və onun yanında donuz qılından olan belə qəşəng bir fırça var, amma o deyil. Bir sözlə bir növ belə mənə pis gəldi. Tez bir zamanda yazdım, deməli Frank Shaving orada AliExpress'də həmin satıcıya ki, bəs bu nədir? Satmısan mənə. Və şəkilləri yönəltdim ona. Qaqaş deyir ki, yəni ki, narahat olma da 100% göndərmişəm. Yəni ki, özüm yığmışam bağlamanı və 100% bilirəm ki, yəni ki, gedib, məndən çıxıb. Deyirəm, ola bilməz və şəkilləri göndər. Qaqaş deyir, o deyir, orada bir dənə, deməli, qızım necə eləyir, bu fırçaları üçün şəkil çəkir və yanında bir dənə belə də kağız qab var, onu da çəkib. Amma içində nədir, açıb göstərməyib də, bir sözlə onu açmıyor. Deyir ki, o qaba baxın, açıb baxanda ayda, biyabır oldum. Dönə-dönə üzr istədim. Şəkildə də gözəl idi, həddindən artıq gözəl. Artıq əlimə götürüb istifadə edəndə, yəni ki, möhtəşəm bir fırçadır. Əgər kimin haçansı imkanı olsa, əldə etsə peşman olmaz. Porsuqdan silver tipdir. Budur, başlayaq. Blackbird və Persona Lab Prep'dir, nədir deyələrimiz. Ay. Gerək müxtəlif belə formalarla belə eləyib üzümü dartmalıyam.
qırışları ki tiyə kəsməsin üzünü qırışdanıb. Blackbird'un Light plitəsidir. Artıq o standart plitədən çox aşağı belə necə deyim sizə orta effektivliyə və aqressivliyə malik olan bir televaridir artıq. Yəni yırtıcının dişləri yoxdur. Amma bunların hamısına baxmayaraq yenə də yoldaşlar ehtiyatımızı əldən verməyək. Yenə də bu hiss olunur. Artıq birinci pərdədə hiss olunur ki, çox saxlayır. Bilmirəm, siz görə bilirsiniz ya yox. Yəni ki, o standart plitə kimi tərtəmiz götürmür. İğnək. Alimbartları biraz qaldırın. Neyse budur. Keçən o biri tərəfə güzgünü qoymağa yadımdan çıxdı. Ona görə mən bu güzgüdən baxacağım. Ona görə ola bilsin siz nəyisə görmədiniz. Tiyə hiss olunur ki, itidir. Yəni dartıb eləmir. Artıq hiss edirəm ki, bu tevari ilə mən BBS əldə edə bilməyəcəm. Yəni bunu artıq dəqiq hiss elədim, yaxalandı. Görə bunu isti suya növbəti pərdəyə keçək yoldaşlar. Və çox güman ki, 3 pərdə olunacaq, üstəgəl taçaplar da olacaq. Yəni ki, toxunacağım oradan birine. Hazır. Devam edək. Tələsmədən. Bir məqam da var yoldaşlar, onu da deyim. Üzüm artıq hər 3-4 gündən qırxılır, yəni bir gündən bir yəni qırxılmaya artıq vərdiş deyil. Və onu da nəzərə alasınız. Ola bilsin çapıqlar falan belə şeylər olsun. Gördüyünüz kimi bir çox nöqtələr əmələ gəlir. Bunlar hamısı o
Yok, BBS alınmayacaq. Ən yaxşı halda BBS, DFS. Hətta yanımı da qanattım. Yox. Yox. Təzyiq çox etdim. Amma kaş eləməyəydim. Çoxlu nöqtələr var. Çox qanadlı. Çox pis reaksiya verir isti suya da belə, üzüm. İstəmirəm mən üçüncü, heç olmasa bu çənəmin altını bütöv qanayıb üzüm. Örgəşməyib, artıq uzun müddətdir 3-4 gündən bir üzüm qırxıram. Görürsünüz, standart biltəylə bir dənə də çapıq olmadı, yəni ki, belə xırda nöqtələr olsalar da. Amma burada çapıqların sayı həddindən artıq çoxdur. Amma baxmayaraq ki, light, yəni çox, belə deyək də, agresiv olmayan bir biltəylə qırxırıq. Yəni, üzüm dincəlməyib, bir sözlə örgəşməyib gündəlik, belə bir gündən bir üz qırxmağına. Ona görə belə edirik. Bu ilə də yekunlaşdırırıq. Mən üzümü yaxalayıb qayıdıram sizin yanınıza. Mikrofonu və əynəklərini çıxardır. Qayıdıram. Çox qısa bir zamanda qayıdacağım yanınıza. Budur yoldaşlar. Yenidən qayıtdım. Sizinləyəm budur. Traynoy Adikalon adlı spirtli, deməli, lasyon mu deyək, adikalon mu deyək, budur. Oy. Çox oldu, çox oldu. İndi bilinəcək nə var, nə yox. Hazırlaşın. Klasik bir qoxusu var. Bu Traynoy Adikalon'un. Boğducu bir qoxusu var. İnci okey spirtlidir yoldaşlar, bu lasyon aftershave. Bütün bu mikro çapıqlar hamısı bu canlanır. Yəni qanıyır. Və gördüyünüz kimi budur. Bir sekund görsətim. Görə bilirsiniz ya yox, budur. Buradır. Bütöv qanadı üzüm. Səbəb də nədir? Belə tez-tez üzümü qırxmağın.
O ki mən növbəli işdə işləyirəm. 1-2 həftə işdə oluram, 2 həftə evdə oluram. Bu dəfə 1 həftə olacaq və mən öncədən çəkirəm, sonra montaj edib sizə təqdim eləmək üçün çalışıram ki, maksimum videoları qısa bir müddətdə yerləşdirim. Yəni üzüm də dincəlməyib. Adətən belə olmur. Örgəşəndən sonra o bir gündən bir tıraşa. Sadəcə olaraq nəysə tələsdim, nə oldu? Və neyniyə, keçmiş olsun. Budur, deməli, Apollon adlı Olive Oil balzamı. Çox qəşəng belə qoruyucu, belə deyək, xüsusiyyətlərə malikdir. Bəli. Çox qəşəng alındı. Qoruyucu haqq hesabları yüksək dərəcədədir. Deyəsən, əgər səhv eləmirəmsə, bizim bir market yaxud keçmiş Unika app vasitəsilə telefonla sipariş vermişdim. Mən yox, o bizim çox hörmətli Orxan qardaşımız çox sağ olsun aldı, mənim üçün hədiyyə elədi. Buradan salamlar. Nə ki Orxana, bütün bizim bu tıraş sevən həm yerlilərimizə, həm Türkiyədən olan arkadaşlar da buradan salamlayıram. Çox sağ olun ki, izləyirsiniz. Budur məncə, deməli bizim bugünkü səbəbkarlar Derby kremi elə də pis deyil, qiyməti nəzərə alsaq. Yəni ki, profitə dəyər, yəni ki, siz buna verdiyiniz pula dəyər. Yəni ki, çox yaxşı profiti var və belə deyək, texniki xüsusiyyətləri normaldır. Yəni sürüşkənliyi, qurumur, dərini qurutmur. Bu kimi haqq hesablara görə pis deyil, yaxşıdır. Qoxusu da, yəni ki, o Ocean Breeze-dən fərqli olaraq ona nisbətən biraz daha çoxdur qoxusu, amber qoxusudur. Sonra bizim fırça və gördüyünüz bu deməli yaranan, bilmirəm görsədə biləcəyimdir, budur. Deməli bu köpüyümüz. Fırça superdir, yəni ki, və əhvalatı da danışdım bunun haqqında. Bizim üz qırxanımız və tiyələr və üz qırxan. Yəni ki, performansı pis deyil, gördüyünüz kimi çapıq-çapıq elədim. Bəlkə haçansa mənim kefim istəsə, mən biraz dincəlib 2-3 gün saqqal saxlayıb bu ilə qırxacağım. Həmin bu light plitə ilə və bu tiyələrlə, ya hansısa buna bərabər olan tiyələrlə və sizə sübut edəcəyim. Yəni ki, nəticə belə olmamalı idi. Nəysə də olan oldu. Budur. Light Blackbird. Standart plitə, bundan aqressiv plitə bir video öncə baxdığınız kimi, yəni bu nəticə deyildi, daha yaxşı nəticə idi. Bu dəfə light elə bil ki, orta aqressiya malik olan üz qırxandan daha pis nəticə əldə etdi. Çoxlu çapıqlar saldı, amma belə necə deyək, düz deyək, yenə də pis deyil, tıraş elə də pis alınmayıb. Deface'dən biraz yuxarı, amma tərtəmiz yox. Problemli yerlərdə kifayət qədər üzümdə saqqal qalıntıları qalıb, belə deyək. Bu qədər. Bütün iştirakçılar haqqında danışdım. Deməli, burada mən sizlə sağollaşmaq vaxtım gəlib çatıb və demək istəyirəm ki, yoldaşlar, videolardan xoşunuz gəlibsə, zəhmət olunsa like qoyun. Bölüşün, dost, tanış arası kimə ki maraqlı düşünürsünüz gələr bizim videolar. Komment saxlayın, əgər mən nəsə demədim, siz bir sualınız var, bunun komment bölməsində hamısını əks etdirə bilərsiniz. Bütün suallarınızı, demək istədiyiniz sözlərinizi. Və çox şad olardıq əgər bizim kanalımıza abunə olsanız. Bundan sonra da maraqlı videolar kifayət qədər olacaq. Abunə olun, baxın. Sağ olun, gələn görüşlərə dək. Sağ olun.